həm də pasiyentə kömək edək, müalicəsini aparaq, həm artıq çəkidən qurtulsun, həm gələcək fəsadlardan profilaktik olunsun, azad olunsun düşünərkən, müalicə başlamaq istəyərkən pasiyentdən və ailəsindən gələn bir əks effektlə qarşılaşırıq. Doktor bu iynələrin xərçəng yaratdığı söhbətləri var və biz ona görə də bu məlumatlara əsasən biz bunu eləmək istəmirik. Buna görə də bu gün mövzunu bu haqqda danışmaq istədim. Yəni arıqlama iynələri, yəni GLP-1 aqonistləri xərçəng yaradırmı və elm bu haqqda nə deyir? Bu gün danışığımı tam elmi sübutlar üzərində quracağam. 2025-ci ildə Elsevier tibbi jurnalında Kamrul Hasan və kolleqalarının dərc etdiyi bir meta-analiz nəticəsinə görə GLP-1 aqonistləri ilə ümumiyyətlə xərçəng riski artmamışdır. Təhqiq olunan pasiyent kütləsində uzun müddətli GLP-1 aqonistlərinin istifadə edən bir kütlə olmuşdur və bu kütlədə heç bir xərçəng yönümlü və onun yaranma risklərinin artmadığı müşahidə olunmuşdur. ADA 2025 və EASI 2024-ün verilərə əsasən xərçəng yaranma riski GLP-1 analoqları ilə kontrol qrupda olan pasiyentlər arasında eyni olmuşdur. Yəni bu preparatı istifadə edən pasiyentlərdə artımın olmadığını və bu preparatların bu yönümdən heç bir təsir olmadığını göstərmişdir. Əksinə sübut olunmuşdur ki, xərçəngin əmələ gəlmə mexanizmlərindən biri də iltihabın olması və artıq çəkidir. Və GLP-1 analoqlarında həm iltihabın patogenetik müalicəsində, həm də artıq çəkinin müalicəsində effekt olduğu üçün antikanser rolunu, yəni xərçəng əleyhinə rol olduğunda deyə bilərik. Tiroid xərçəngi ilə bağlı məlumatlar haqqında bir qədər danışmaq istəyirəm. 3.9 illik kohort izləmə Skandinaviya tədqiqatında bu preparatların tiroid xərçəngi yaratma ehtimallarının olmadığı göstərilmişdir. Sadəcə medulyar xərçəngi və ailədə medulyar xərçəngi olan pasiyentlərdə istifadəsini məsləhət deyil kimi belə bir verilər vardır və ona görə də bu preparatları pasiyentlər öz başına qəbul etməməlidirlər. Həkim tərəfindən tamamilə müayinə olunduqdan sonra nəzarət altında qəbul edə bilərlər. Ona görə də məndən sizə tövsiyə, zəhmət olmasa ətrafınızın, qonşuların və internetdə yayılan əsası olmayan məlumatlara deyil də həkiminizə, elmə inanmağı üstün tutun, özünüzdən müğayət olun.